Bildiyimiz kimi insan həyatında bir neçə mərhələ olur ki, onlar insanın ömrü boyu yadında qalır. Birinci, uşaqlıq dövrüdür. Bəli. Dərddən, qəmdən, kədərdən keçən şirin həyat illəri. Sonra gəlir məktəb illəri, sonra tələbəlik illəri, sonra gəlir kişinin həyatında əskərlik illəri. Bax, bu keçilən bu mərhələlərin hamısında insan özünə dost, yaxın, sirdaş, həmfikir tapır və onunla ömrü boyu əlaqə saxlayır. Ona görə deyirlər, insanın hamı bir-birinə dost ola bilməz. İş yoldaşı ola bilər, yol yoldaşı ola bilər, həmfikir ola bilər, ancaq dost ola bilməz. Dost ömür boyudur. O da bax dediyim həmin o uşaqlıqdan başlamış, deyir uşaqlıq dostumdur, məktəb dostumdur, tələbəlik dostumdur, əskərlik dostumdur. Çünki insanın həyatında bax bu axırıncı mərhələlər ən yadda qalan mərhələlərdir. Çünki insan həyata atılır. Həyatın hər çətinliyin, hər üzün, yaxşı tərəfində, pis tərəfində o yol dostu ilə gördüyünə görə, keçdiyinə görə, ona görə o həmişə yadda qalan olur. Mən indi ekran qarşısında bu Rəhman bəylə biz tələbəlik yoldaşıyıq. Deməli, necə tanış olmuşuq? Mən Ağdamdanam, Rəhman yardımlıdandır. Uzaq bir-birimizdən azaq aralı bölgələrdir. İnsan, psixologiyada belə bir şey var. İnsan əvvəl müşahidə eləyir, sonra analiz eləyir, sonra nəticə çıxardır. Hər hansı bir insan haqqında, əşya haqqında, proses haqqında özü üçün axırda nəticə çıxardır. Biz də Rəhmanla deməli bir qrupdaydıq. Yığılıb müxtəlif rayonlardan 60-a qədər müxtəlif xarakterli, müxtəlif əqidəli, müxtəlif düşüncəli, müxtəlif fikirli adamlardır. İnsan seçim aparır. Görək kimlə oturub, kimlə duracaq, necə, nə cür və ona özünə uyğun insan axtarır. Biz də tələbəlik illərində istər-istəməz belə, bax bu əqidə, dünya görüş, həyat tərzimiz, həyata baxışımız, savad səviyyəmiz, bunlar hamısı deməli istər-istəməz Rəhmanla bizi yaxınlaşdırdı. İstər-istəməz onda görürdüm, bir yerdə otururuq, bir yerdə gedirik, bir yerdə yeyirik, bir yerdə gəlirik, fikirlərimizi bölüşürük. Yavaş-yavaş deməli o 60 nəfərin içində Rəhman baxmayaraq Cənub bölgəsindəndir. Mən Qarabağdanıdım. Yaxınlaşdıq. Yaxınlaşdıq, bizim yaxınlığımız belə davam elədi. Mən həmin illərdə Rəhmanı necə bir insan tanıdım. Deməli, zəhmətkeş, institutda qohumu, tanışı, yercisi olmayan insan, ancaq yaxşı oxuyan, özünə söz dedirtməyən müəllimlər tərəfindən, kəsiri olmayan, bütün o imtahanları, dərsləri vaxtında çatdıran, mühitdə, cəmiyyətdə geri qalmayan bütün sahələrdə həmişə öndə gedən, bax belə bir əqidəli, dünya görüşdüyü bir kişi kimi, deməli bizim tələbəlik illərimizdə o belə səhnəyə çıxdı və biz yaxınlaşdıq. Ancaq o vaxt telefon yox idi, kəndlərə zəng eləmək çətin idi. Poçla zəng eləyirdin, filan kəsə deyirdin, saat neçədə filan kəs gəlsin, belə çətinlik var idi. Bir də məhdudlaşma var idi. Məhdudlar da çətin gedirdi. Bu institutdan sonra hərəmiz həyatın bir sahəsinə atıldıq. Rəhman
öz kəndlərindən gedib məktəb direktoru işlədi, öz sənəti ilə. Mən də bir Abşeronda 3 il müəllim işləyəndən sonra əskərliyə getdim. Sonra gəldim akademiyada, deməli zoologiya üstündə aspiranturaya daxil oldum. Bütün bu müddətdə başımız həyatımızı qurmağa çalışdığına görə, vaxt apardığına görə elə bir əlaqə saxlayanmırdik. Elə bir vasitə yoxdur. Ancaq, deməli, yenə dediyim kimi, mən özüm bir adam tanıyan adam kimi özümə toxtaqlıq verirəm ki, yaxşı ki, mən Rəhmanı seçdim. O 60 nəfərin üçün. Düzdür, Ağdamlı da var idi, onlarla da oturub dururdum, amma Rəhman qədər əlaqə saxlayanmadım. Rəhmanı seçməkdə ona görə səhv eləmədim ki, Rəhman gəldi məni axtardı. Düzdür, yardımlıya getdik. Layihə idi, 3-4 nəfər idi, xaricilərlə. Elə tez tələsik, istədim gedim Ranodan soruşum ki, hansı məktəbdə işləyir, nə cür bilərdilər. Amma imkan olmadı. Yəni, iş elə idi ki, təcili bura bax, ora bax, tez qayıt gəl. Amma Rəhman sağ olsun, yenə də mən aspirantura illərində gəldi, bir də gördüm qapıdan girdi. Həmin Rəhmandır. Hələ qocalmamışdı, mən də qocalmamışdım. Onda mavin kimi burada gəlmiş. İndi iş buradadır ki, bilmirəm, xaricə gedəcəkdik, neynəyəcəkdik? Bu şeyim köçürtməklə əlaqədar olaraq heç bir yaxşı görüşüb, oturub söhbət eləyənmədik. Biz gedib bir çayxanada oturub dərdləşənmədik. Naxçıvana gedəcəkdik. Ay sonra Naxçıvana, Balbas qoyunları ilə Selenin təsirini öyrənirdi, ora hazırlaşırdıq. İndi 10-15 dəqiqə bir yerdə olduq, yaxşı da yola salanmadım. Sonra biraz peşmançılıq çəkdim ki, bir gedərdik, oturardıq bir çayxanada, dərdləşərdik. Nəysə mümkün olmadı. Üstündən hardasa, bu 80-cı illərdə olur, üstündən bir, deməli 40 ildən çox keçəndən sonra gördüm, artıq telefon, hamının telefonu var, gördüm telefonuma səs gəlir. Zəng gəlib, və mənə dedilər, səsimdən kimi oxşadırsan, deməli, yaddaşım qocalmama baxmayaraq, hələ yaddaşım var. Rəhmanın həmişə bu ayrılıq müddətində o gördüyümüz, oturduğumuz, durduğumuz, həmin o tələbə Rəhman mənim gözümün qabağında idi və səsi də qulağımda idi. Ona görə dedim Rəhman. Və beləliklə o məni oğlunun vasitəsilə çox çətinliklə internetə girib telefon nömrəmi tapandan sonra biz görüşə bildik. Çox şad olduq. Nəyə görə? Bilirsiniz, biri var tələbəlik illəri, onun özünün əlaqələri, möhkəm telləri olur. Bir də yaşlı insan kövrəyi olur. Kövrəyi olur, bəli. Belə hər şeydən bilirsən, bir növ qayıdır keçmişinə. Məsələn, gənclər həmişə gələcəkdən danışır, gələcəyə. Amma yaşlı insanlar həmişə dönür, keçdiyi yola baxır. O ömür yolu deyirlər ona. Orada yaxşı anları xatırlayır, onu bir də yaşamaq istəyir. Çünki artıq yaş keçir, o əvvəlki deməli səviyyədə deyilik. Ona görə arxada qalan illərimizdən ən xoş anlarımızı bir də yaşamaq istəyirik. Bir də zarafatlaşmaq, uşaqlığımıza qayıtmaq, tələbəliyimizə qayıtmaq, o dövrdə cavanlara nə xas olan şeyləri bir də xatırlayıb, gülmək, demək və bu bir növ elə bil ki, insanın ömrün, həyatını uzadır. Ona görə də mən Rəhmana bax bu dostluğu bilirsiniz, əvvəl dostluq birbaşa başlamır. Dostluq həm fikirlikdən başlayır, sonra keçir yoldaşlığa, sonra keçir dostluğa. Dostluq o demək deyil ki,
gündə səndən zəhləşeyim, gündə səni axtaram və yaxud Bəli. gəl otur belə. Yox. Dost, dostun sağlamlığını istəyər, can sağlığını, yaxşı günün istəyər. Onun yaxşı günün görəndə dostun da ömrü uzanır ki, yəni hələ dostum mənim ətrafımdadır. Hələ tək deyiləm. Yəni bu mənada mən Rəhmana bir insan kimi, bir yaşlı insan kimi və keçdiyim həyat yolunun müəyyən hissəsini onunla keçirdiyimə görə Rəhmana bir daha gəlib bizim bu dostluğumuzu qırılmasına imkan vermədiyinə görə bu ahıl vaxtlarımızda qulaq eşitmir, göz zəifləyib, əvvəlki kimi da tullanıb düşə bilmirik, qaça bilmirik, yeriyə bilmirik, dağa dırmaca bilmirik. Amma yenə də sağ olsun, mən Rəhmanı tələbəli illərində deməli necə tanıdım. O əqidəli, özünə həmi çətin günlərində, həmi yaxşı günlərində özün itirməyən, cəmiyyətdə yerini bilən, onun qayda qanunlarından geri qalmayan, yəni səndəliyib necə deyərlər, yolundan çıxmayan, amma və nəhayət o mərhələni keçib, o kişilik mərhələsini keçib, kişiyə nə olan xasiyyətlər var idi, onda mən gördüm. Mərdlik, əqidəli, humanistik, insanpərvərlik. O gəldi, ailə qurdu. Mən çox şad oldum ki, o indi bilirsən, yaşlı adam bağban oxşuyur. Bağban o bir ağaç böyütsün. Onun ki meyvəsini görür, çiçəkləməyini görür, o sevinir. O meyvəni gedib bazardan da alar, artıqlaması ilə, gətirib yer. İnsan da bağban kimidir. Mən sizə bir biyolog kimi, bu Amerikanın böyük bir ekologu var, onu misal çəkəcəm. Mayer'dir adı. O belə bir şüar atdı ortalığa, onun içində hər şey var. Deyir, əgər insan yaxşı dincəlir, yaxşı yeyir, yaxşı istirahət edir, hər şey var, amma deyir, nəsil vermə prosesində iştirak eləməyib, öz növünün, nəslinin, genofonduna töhfə vermirsə, onun yaşayışı sıfırdır. Bunun arxasında nə yatır? Tələbəli illərin ləyaqətlə, əməyi ilə, zəhməti ilə başa vuran Rəhman bəy ailə qurdu, övlad sahibi oldu, təhsil verdi, ayaq üstə qaldırdı. Bax, valideynin də borcu budur. Bax, burada da o valideynlik borcunu yerinə yetirə bildi. Və görürəm ki, o bununla fəxr edir. Nə qədər ki, məsələn, valideyn belədir də, yemək var, fikirləşir ki, görəm mənim uşağım da bu gecə az yatmadı ki, yeri istidir mi, başı ağrımır mı? Valideyn istəyər ki, özünün baş ağrısın, övladının, nəvəsinin baş ağrımasın. Yəni, Rəhman da elə bir ağsaqqal, ailə sahibi, valideyndir və o nəvələri ilə fəxr edir, çünki nəvə sahibidir. O bağbanın da məhsulu nəvədir. Əgər indi ona biz arzulayaq ki, Allah Teala ona ömür versin, o nəvələrinin də xoşbəxt, şad, şən günlərini görsün. İnsana Allah tərəfindən ən yaxşı nə verilirsə, yəni sağlamlıq, isti ocaq, deməli,
xoşbəxt ailə. Qoy onun övladlarına da, nəvələrinə də qismət olsun. Mən Allahdan Rəhmanın yaxın adamı kimi, onu tanıyan bir insan kimi mən onu arzulayıram. Mən inanıram ki, Rəhman bəy bütün bunları təşkil eləməyə qabil olan bağbandır. Onu mən bir bağbana bənzədirəm. Bu bağbanın bağında hər cür meyvə olacaq. Qoy o yetişdirdiyi meyvələrin bəhrəsini görsün. Sağ ol Rəhman bəy, mən səni dostluqda sədaqətli olduğuna görə, dostlarını itirib axtardığına görə, əlaqəni kəsmədiyinə görə mən bir daha sənə minnətdarlığımı bildirirəm. Sənlə görüşüm mənim həyatımda ən xoş, bu ahıl vaxtımızda ən xoş anlarımızdan biri hesab edirəm, özüm üçün xoş. Çünki bilirsən, yaşlı adam dediyim kimi bir növ kövrək olur da. Bəli. Oturub dərdləşmək, bir növ uşaqlığına qayıtmaq, o cavanlığına qayıtmaq səndən mənim üçün həmişə xoşdur. O günləri qoy Allah Teala sana ömür versin ki, bax belə görüşür. Sizinlə baxın. Həmin o yadda qalan illəri bir də xatırlayaq. Bəli. Deyib gülək. Bəli. Yaxşılarına sevinək ki, həyatda yıxılmadıq. Bəli. Güdürəmədik. Pis yola düşmədik. Məhkəmə qapısına getmədik. Yetişdirdiyin övladlar da səni məhkəmə qapısına aparmadılar, həbsxanaya aparmadılar. Arzuladığın kimi oldu. Bax, yenə də sənə, yenə də dəfələrlə, yenə də təkrar eləsəm, azdır. Qoy sənin həyatın, bax, belə axarlı, davamlı olsun. Davamlı olsun. Allah istədiklərindən, Allahın sevdiyi insanlardan biri olasın. Müəllimin bu gözəl çıxışından sonra mən əlavə artıq bir şey danışmağa ehtiyac duymuram. Nəyə görə? Nə vardı? Onun da qəlbindən, mənim də qəlbimdən keçən nələr vardı, hamısını dedi. Hamısını dedi. Deməyənlər də var. İndi onu da vaxt lazımdır. Çox şeylər var. Tahir müəllim nə üçün mənim yadımda, o özü dedi, nə üçün mənim qəlbimdə həmişə qalıb, məktəbdə işlədiyim dövrdə, direktor, mavin, işlədiyim dövrdə, həmişə oturum müəllimlərlə söhbət edəndə, həmişə söhbətləri açmışam. İnstitutda həyatından nələr danışanda, birinci Tahir müəllimlə danışmışam, demişəm, belə bir tələbə yoldaşım olub, belə. Nəyə görə? Çünki Tahir müəllim elə öyünlər də dedi, Cənub zonasında bizim tələbə yoldaşlarımız çoxdur. Mən məsələn onlarla heç gedib, bir dənə səftər, mən otaqda da bir qalırdım. İnstitutda da, o da kasıb oğlandı, atası ölmüşdü, kasıb oğlandı. Onunla münasibətim yaxşı idi, vəssalam Tahir müəllimlə o başqa. Söhbət ondan gedir ki, hərə öz qəlbinə uyğun, özünün zövqünə uyğun tələbə yoldaşı olsun, ümumiyyətlə kim olur olsun, onunla gedib münasibət qura bilir. Başqa cür mümkün deyil. Tahir müəllim nə vardı, hamısını dedi. Mən Tahir müəllimə ona görə həmişə nə qədər ömrüm var ki, Tahir müəllim deyir ki, sən institutda, onu başqa mənada deyir, ən varlıdır, belədir, var. Mən çox kasıb olmuşam da, kasıb olmuşam institutda. Ən kasıb deyərdim ki, mən Tahiri görəndə, Tahir mənim yanımdan gedəndə, Tahir müəllim mənim yanımdan gedəndə, mən özümü elə hiss eləyirdim, mənim ən əziz qardaşım, ən əziz adamım mənimlə gedib. Nə qədər çörək veribsən, deyirsən ki, nə qədər çörək veribsən. Başda Rəhman, mən qulaq. 60-a qədər uşağıdır, onun çoxu Rəhman müəllim dediyi kimi kasıb uşaqlarıdır, valideynsizdir,
çoxu gedib işləyirdi. Amma Rəhman özün elə aparırdı ki, Rəhman gedib nə işləməyə özünü ehtiyac görürdü. Nə ona möhtaç deyildi. Rəhman həmişə dediyim kimi istəyirsən yeməkxanada növbəyə dur, Rəhman oradaydı, əli cibində idi. İstəyirsən şəhərə gəzməyə get, Rəhman əli cibində idi. İndi deyir kasıbam. Mən bir şey deyim. Apidə onsuz da hamı kasıb uşağı idi. Varlı uşaqlar Bakı Dövlət Universitetində, Tüm Universitetində oxuyur. Orada mı kasıbıdır? Amma kasıbın da dərəcələri var. İndi biri var, istəyirsən pul qazanasan, amma Rəhman həmişə dəstədən geri qalmırdı. O bildirmirdi mən kasıbam. O kasıblığını bildirmirdi. O üzə çıxmırdı. Həmişə qrup, dəstək, 3 nəfər, 5 nəfər hara gedirdik, Rəhman da deyirdi ki, mən də varam. Yəni, qaçım gizlənim, ay kasıbam, pulum yoxdur, elə şey mən Rəhmanda görməmişəm. Rəhman həmişə ürəkli, əlin cibinə salıb, deyib, mən də varam. Bir dəfə qonaqlıq sizdə, bir dəfə bizdə. Rəhman belə adamıdır. Düzdür, indi olur da insan, biri elə adam var ki, cibinə 500 manat pul qoy, bir saatdan sonra yoxdur. Gedir ora bura xərc. Amma Rəhman, o elə onu xərcləyirdi ki, elə nizamlayırdı ki, bütün tələbatın, ehtiyacını ödəyirdi. Onun kasıblığı bilinmirdi. İndi sən deyirsən, kasıb uşaqlar. Kasıb bilirsən nə olur? Kasıb əqidədə, dünya görüşdə, insanlıqda kasıb olur. O adamlar həmişə həyatda o saat bilinir, tək qalır. Sən tək deyildin. Sənin orada 60 nəfərin içində, o institutda mən sənin düşmənini gördüm ki, bir nəfərlə konfliktə girər, ya müəllimlə münaqişəsi olar, ya da belə görmədim. Heç mən onunla oturub durdum, yoldaşlıq elədim. Hiss eləmədim ki, bu kasıbdır. Məsələn, özü dediyi kimi də, biri var, indi kənddə aydındır, kənddə çox pul qazanmır. Kənddə əsas heyvandarlıq məhsuludur, yeməyim var, hər şey var, yumurtadır, ətdir, süddür, qatıqdır, pendirdir, yağdır, bunlar var. Amma kənddə pulu kim qazanır? Ziyalılar. Bir müəllimlərdir, bir də kimdir. İndi ona görə, bu deyir, kasıb. Amma mən onda, qardaş, o həmişə özün qabağı verirdi ki, mən də varam. Kasıblıq. Yəni, apidə düzdür, hamı kasıb uşaq, kasıb ailədən gəlmişdi. Amma orada imkan vermirdik ki, heç kim imkan vermirdi ki, bu kasıbdır. Düzdür, gedib başqa yerdə işləyən də olurdu, bilirdi. Amma Rəhman o oğlanlardanıdır ki, onu hiss elətdirmirdi. Əsas, ürəkdə, qəlbdə, əqidədə, dünya görüşündə kasıb olmayasan. Bax, kasıblıq onda çıxır. Adam var, cibində 1000 manat olurdu. 20 qəp xərcləməyə deməli, əli gəlmirdi. Ki, qoy pastayanı, əlim cibində olsun, o pula dəysin, ürəyim qızsın. Amma adamda vardı, kasıbıdır. Cibində 1 manat vardı. Onu xərcləyirdi yoldaş üçün, ehtiyac üçün. Özdə pul belə şeydir. Mən indi 78 yaşım var, həyatda görmüşəm. Pulu xərclədikcə pul gəlir. Bəli. Pulu xərcləyir, hara amma? Nəyə xərcləyirsən? Pul xərclədin, pul gətirəcək, çıxacaq. Bilirsən niyə? Çünki sən o pulu doğrudan da Allah Taala'nın sənə qoyduğu qaydalar, çərçivələr daxilində xərcləyirsənsə, Allah Taala da səni, yəni kasıb qoymayacaq, kasıb, ac qalasan. Yəni bu mənada Rəhman Bələk dedi, kasıbıdır. Elə insan beynində kasıb olmasın. Cibdə kasıbçılıq olmur. İnsan gedərdin, sən də işləyərdin. Ora bura qaçardın. Başa düşsən,
o kinoya, bu teatra dərs qalardı bir yana. Amma Rəhman gəlmişdi ora oxumağa. Qarşısına məqsəd qoymuşdu ki, oxumalıyam, savad almalıyam, getməliyəm, ailə qurmalıyam, insanlar yetişdirməliyəm. Bax, Rəhmanın da varlılığı, varlı olması pulla asılı deyil. Bax, bunu deyildi. Sağ olsun ki, yıkılmadı, hər usta dayana bildi. Bu Rəhman bəylə bizim bəy deyirik, qadımda da mesela qadınlara Xanım deyirlər. xanım, xatun, kişilərə də bəy deyildilər, dəxli yoxdur, onun varlıdır kasıbdır, amma indi işləmir, çünki biraz pis səslənir. İndi niyə bəy deyirəm? Ona görə ki, bəy də özü üçün pulu, ailəsi, yəni sağlamlığı, insana nə lazımdır onu bəydir də, adamından artıq yeməyi, içməyi, maşallah, bəydir. İndi mən Rəhman bəylə, bu deyirəm yaxınıdır, yoldaşlığımızdan bir-iki nümunə çəkmək istəyirəm. Rəhman, mən dərslərin çoxuna gəlmirdim, bir dənə dəftərim vardı. Rəhman məndən yaxşı oxuyurdu, düzdür, mənim də cəmi 7-4'üm oldu, qalan hamısı 5 idi, atstatımla. Amma mən bir dəfə oxuyurdum, bilirdim. Nəyi oxumaq, nəyi demək lazımdır. Amma bilirsiniz, ora-bura dəniz kənarında bilyard oynamağa, tenis oynamağa, kinoya, orta məktəb yoldaşlarımla gedirdim, nəysə. İndi bir-iki yaxınlığımızdan danışıb, nə cür bir-birimizin himcibimiz biridir. Bu, kimya dərsidir, Rəhman Analtik Vətənxanın dediyi. Burada Biyokimya. Biyokimya. Nəysə, nəyisə üstünə nəsə töhməlisən, qardaş, bu bənövşəyi rəng alınmalıdır. Oturub dərs gedir, müəllim mürgülüyür, hərdən birdən başını qaldırır, deyir. Nə oldu, tapdınız? Onu formulla, dusturla qırıb qoşub, bu maddəni onun üstünə töhməlisən, bənövşəyi rəng olub, lakmusda mı bilir? Əlimi qoyub qulağın dibinə gözləyirəm ki, Rəhman nəsə eləyəcək. Mən də ondan götürüb, canımızı qutaracaq, qiymət alacaq. Rəhman daha çalışır, vuruşur, nə oldu Rəhman? Deyir, el alınmır. İndi birdən Rəhmana qayıtdım, Rəhman, hansı rəng alınmalıdır? Qayıtdı ki, bənövşəyi rəng. Mən də o vaxt ruskalar çerdilləridir. Belə əlimdə oynadırdım, belə əlimə düşürdü, ya kağıza düşürdü. Dedim, Rəhman, deyib, burada ruskaların içində şey var, bənövşəyi rəng, çerdil. Bunu Rəhman baxdı, oradan deyir, oxşuyur, elə rəng almalı. Elə rəng almalı. İndi, nədir? Çıldaşdıq, dedi, kolbiya tökək, ruskadakın. Deyək, Vətənxan müəllim, bəs biz aldıq. Hələ heç kim almamışdı oraya. İndi nəysə tökdük, dərsin axırıdır. Vətənxan müəllim, biz aldıq. Hamı qulağın şəhlədə, bunlar nə cür aldı? Nə cür aldı? Vətənxanın da elə savadı yox. İrandan diyor o. Demokratıdır. O vaxt İrandan gələnlərdir, Vətənxan. Elə savadı yox idi, demokrat olduğuna görə işə götürmüşdü. Bunu anlatdıq belə. İndi qrupdakı yoldaşlar yalvarır ki, bizə, sənlər nə cür aldınız? Və qayıdırıq, qonaqlıq verin deyək. Axırda çox diplomatik danışıqlardan sonra dedi, bu AP'nin qabağında şey var, kiosk. Burada ruşka satırlar, onun içində o bənövşəyi rəngdə ruşkalar var içində. Gedin ondan alın. Kolbiya doldurun deyin, biz də aldıq, canınız qutarsın. Yəni bir dəfə Rəhmanla, elə bir dəfə bir oyun çıxartmışıq. Belə işlərimiz çox olub. Amma vaxt almamaq üçün deyirəm ki, belə sonra yadıma düşmür, nə qarmışıq.
O ekrana değilesin de öyle. Yoksa ekrana değilesin de öyle. Ha. Bir defa Rəhman müəllim buna qayıdır ki, get sual gətir. Ha, bu sual gətir. Ha, bunu göndərdi suyun dalında. Dağ Dəlizadə var, fəlsəfə müəllimi. İmtahanda. Şahsı var. Şahsı var, ha. Bu gəldi, deməli, gedib, axtarıb, su tapmayıb, pivə alıb gətirib. İndi bu qorxa-qorxa, utana-utana, elə utancaq tələbələrdən. Qızlara zada yaxın gedənmirdi. Yaxın, qız dostu yaxını yox idi. Neysə, bu qorxa-qorxa bu pivəni verdim buna. İndi müəllim baxır ki, bu su deyil, pivədir. Sən demə, bu da pivi çənimiş. Yayın günü, ayağı pivi ilə sərinləşdirirlər. Bu buna qayıdır ki, bu suyu hardan aldın? Falan yerdən. Bundan gene alıb gətirə bilərsən. Deyəsən, sən deyir, başa düşən oğlansan. Yerim bunu öyrədib, müəllim dadanmışdı ora. O şimdi tələbəçilikdə, qardaş, belə şeylər çox olur. Hər cür fırıldağa da, nə bilim, nəyə də əl atırıq. Onsuz alınmır, maraq da oradadır ki. İndi mənim özümdən də o qədər işlər olub ki, uşaqlarla məşləşirdim. Bu Zaçot kitabıma qabaqcadan 5 yazırdım. İmtihana gedəndə müəllim deyirdi Zaçotniki ver. Deyirdim Zaçotnik evdə qalıb. Bir dəfə, 2 dəfə gedirdim, hanı Zaçotnik? Deyirdim vallahi nə bilim evdə, sən harada olursan? Deyirdim, razında, uzaqda. Gələn dəfə gətirərsən, bəs verərəm. Axırıncı imtihandır, nə cür eləyim? Gəlirdim, müəllim yox deyil Zaçotnik. Deyirdi, sən lap bura bax. De görüm, bax bu nə oyundur. Deyirdim, müəllim, uşaqlarla məşləşib, özümə 5 yazmışam. Ona görə də ortalığa çıxardamıram, özdə sənin qolunu çəkmişəm. Deyirdim, heç olmasa deyir, 3-dən 4-dən yazayım da, o 5, ağırsan 5'e bilmirsən. Yəni, fəlsəfə müəllimi də, 77 saatın 1 saatına getmişdim. 77 saatın 1 saatına getmişdim. 76 saatına getməmişdim. Bu dedi, girdim imtihana, məni qovdu. Dedi, sən gəlməmsən dərsə, yeri. Bu da hələ bilmir kiməm, nəçiyəm. Tələbə imtihandan qabaq nə eləyir? Tanış axtarır, adam axtarır ki, apidə də pul işləmir. Pul söhbəti düzdür. Hamı öz gücü ilə oxuyurdu. Amma olurdu da, elə fən var ki, gərək tapşırılardı. O müəllimin xasiyyəti belədir ki, qardaş, mən ölüm, sən öləmə yaxın durmur. İndi mən də neyiniyim laqarım, bu Şahsuvar da adı, Ermənistandandır da. Fəlsəfə müəllimi, kandidat nakudu. Mənim də bir bibim qızının əri var, Sultan Abbasov. Bakı Dövlət Universitetində dərs deyirdi. Elə yolum onlara düşdü. Bu qayıtdı ki, xeyir olan, belə bizi yad eləmişsən. Belə bilmirdim nə deyəm, deyir, də tələbə imtihandan qabaq deyir, qohumların evin gəzir. Bu mahimcim elədir ki, yəni nəysə, gəlmişəm ki, məni tapsınlar. Dedim, elə, sən dediyin məsələdir. Kimdəndir? Dedim, fəlsəfədən mən imtihana buraxmış, dərsinə getməmişəm. 76 saat, 1 saatına getmişəm. Qaç, kimdir o? Dedi, Şahsuvar. Dedi, deyir, onun elmi rəhbəri olmuşam. İndi çağırdım buna, dedi, getmişəm. İndi bu Pərtol baxı, deyib, məni buradan əlimi kəssələr də sağ qiymət vermiş. İndi Pərtolov qoyub qabağına, deyir, niyə mən ölüm düzündüm, dərsə niyə gəlmirdim? Deyirdim, ay Şahsuvar müəllim, kənddən gəlmiş, kənd uşaqlarıyıq, düzdür, Ağdam kənddə ölüdür, inkişaf eləmiş rayonun. Belə kino, teatr, nə bilim, dəniz kənarı bulvar, ora, bura.
gəzirik də. Deyir, nətər oldu, elə bu 76 saat sən gəzib qutarmadın bunların hamısını. Biz də deyir, kətdən gəlmişik də. İndi dedim, yox, mən hələ gəzib qutarım. Tamam, yaxşı tanımıram. Qoy hamısını gəzib qutarım. Deyir də, fəlsəfə qutardı, getdi, nə bax organəsin. Dedim, fəlsəfənin harasından soruşsan, soruş. Düzdür, bilirdim. Nə cür bilirdim, Kitab bir dəfə oxuyurdum, o yerlərini tuturdum. Bir-iki sual verdi, bildim. Qayıtdı ki, saat 4 yazıram. Sultan müəllim, şimdi dedim, nə, 4 səndə, mən burada saat fəlsəfədən danışıram. Nə olsun, gəlməmişəm. Dedim, xaricdə heç dərsə getmirlər. Gəlirsən, imtihan verirsən, sənin nə dəxli var? Mən hara getmişəm, gəlim oturum burada yatım, yaxşı oğlan olur. Başladım bundan çənə boğaza. Deyir, yaxşı deyir. Uzun çənə boğazdan sonra buna 5 yazdırdım. Yəni tələbəçilikdə. Bunu da Rəhmana deyirdim. Rəhman bilirdi. Deyir də, sən risk eləyib bunları eləyə bilirsənsə. Dedim, həyat elə riskdən ibarətdir. Eləməsən alınmır. Bu məsələdə nə vardı? Bayaq da dedim, hər şeyi dediniz. Yaxşı, hələ çox şey demək olar. Mən çox şadam ki, sizi kimi ən əziz, ən yaxın, qəlbən, eyni qəlbə malik olan bir insanla mən onu axır, ömrümün sonuna yaxın tapdım. Bu mənim üçün hər şeyə dəydi. Hər şeyə. Arzu eləyirəm, Allah bizə can sağlığı versin. Bu dostluğumuzu davam elətdirək. Mənim bir dənə arzum odur ki, Allah qoysa, indi bizim rayonda yay vaxtı, yaz vaxtı yaxşı olur da. Mən bir fikirdə, Allah bizə ömür versin, sizi buradan götürüb aparacağım kəndimizə. Gedəcək, kəndimizlə tanış olacaqsan, orada qonaqlı, orada söhbət eləyəndə lap qəşəng olacaq da. Bunu arzu eləyirəm. Allah qoysa, Allah bizə ömür versin. Qohum-əqraba yığışır. Yığışır, qohum-əqraba yığışır, uşaqları. Gedəndə uşaqları da buradan lökbatanla. Maşınımız var, uşaqların maşını var. Oturacaq, gedəcək orada. Yolunuz yaxşı düzəlib. Yolumuz da ki, 4 kilometr dağa qalxacaq biraz. Yol elə bir şeydir, quruntava yoldur, ancaq qorxusuz yoldur. Rəhman, görürsən, bizim qrup 312 idi. 313'də var. Patoku 2 yerə bölmüşdülər. Burada da mən biləni, bunların çoxu həyatda var, çoxu rəhmətə gedib. Burada tanıdığımın bu Zahid Əlaçı idi, anlamlanıdır. Qəziyyət uğradı, öldü. Həsən Yardımlıdanıdır, sənin yerindədir. Bu Əbdülbəsər Qusardanıdır, Ləzgiydi. O deməli, onun Naxçıvanlı bir qızla evlənirdi. Haradasa burada, o vaxt. Bunların cehizin, biz Hidayət idi, Zahid idi, mən idim. Deməli, avtobusla kəndlərinə aparırdıq. Toyda iştirak elədik, toylarında. 1-2 gün, 3 gün bizi evdə saxla. Sonra eşitdim ki, haradasa bu Xaçmaz tərəfdə Baytarlıq Laboratoriyasının müdiridir, amma görməmişəm. Rəhmətli Səfdər də yaxşı oxuyurdu, Masallıdanıdır. Bu Gövhər Beyləqandanıdır. Bu Aydın Cəbraildanıdır, indi professordur. Professordur. O şeydən Nəbatat bağının direktoru da oldu yaxı. Onu bilmirəm. O vaxt mən bildim. Bizim konfliktimiz nə idi? Məndə institutda saxlamaq istəyirdilər, aspirantura. Mənə dedilər ki, 4 dənə 4'üm var, belə kimya, fizikanı gəl 5 elə, aspiranturaya yer verək, gir ora, qal orada, müdafiə elə. Bu Qədirov da Aydını verdi qabağa. İndi Aydın deyir ki, Qədirov məni salırdı kabinetə, öz işlərim mənə görməkdir. Belə olanda Aydının qiymətləri məndən yaxşı idi. Onda da Qədirov bunu verirdi, namizədlik. Onda yeri ləğv elədilər. Yəni, bir halda ki, yer mənim üçün alınır, məni götürmür. Bunu
təlif eləyirlər. Bunu Aydın da bilirdi. Düzdür, ikimiz də doktorluq olduq. Elmlər doktor olduq, biyoloji üzrə. O xasiyyət xoşuma gəlmir. Burada çoxun tanıyıram, çoxun hələ o vaxt heç deməli heç adlarını da bilmirdim. Əlaqədə xüsusilə bunların çoxu sizin cənub bölgəsində olur. Sonra mən bilirəm ki, bu Kamil Məmmədov, bu da Kamil bu. Kamil Məmmədov, bu da şikayət eləyirdi ki, niyə məni aşağı qoymuyor? Bu yaxşı oğlanıdır. Rahil, Rahib yaxşı oğlanıdır. Yaxşı oğlandır. Hazır o liriklərini dastanıdır. Oradandır, şeydir, sinifkomdur, yaxşıdır, xasiyyəti yaxşıdır. Sonra burada Axundov var, Axundov, Ədalət. Ədalət? O da yaxşı oğlandır, şeydir, hündürboylu Ədalət Axundov. Onun Bakı şəhər ranosunda qohum ordu işləyirdi, onu bilirəm. Bu, sonra bunların içində alim olan da elmi davam edən Aydın Əsgərov oldu, Cəbrayildandır. Sonra burada Qulam oldu, o da Cəbrayildandır. Qulam Əliyev Qəşəmin qardaşı idi. Sonra Məmmədov Kamil coğrafiyada oldu, coğrafiya elmləri namizədi. Sonra burada daha kim gəlib elmə çıxdı. Qalan yoldaşlar hamısı öz rayonlarına gedib, o kəndi, rayonun tələbatına uyğun qalıb orada kəndlərində təhsil işləri ilə. Sonra o vaxtda dediyim kimi telefon yoxdur, rabitə yoxdur, məktublaşma idi, elə kim kimlə məktublaşardı yada düşəndə, bayramlarda, qazanda, ad günün bilən yoxdur. Ona görə əlaqə kəsildi. Mən şəxsən bunların bir belənin içində Kamili rəhmətə getdi, Qulam rəhmətə getdi, Aydın durur, bu botanikada işləyir hazırda. Hərdən birdən bizim instituta 1-2 il, 3 ildən bir gələndə görüşürük. Qalanları ilə mən əlaqə saxlaya bilməmişəm heç birini. Baxmayaraq ki, dediyim kimi Əbdülbəsir gildə toyunda gəlib qalmışıq. Bu Hidayət mənim qaynımıdır. O da qəziyə düşdü, həyatını itirdi. Yəni, əlaqəm yoxdur. Bunların, bax, bir belə cəmaatdır, bir belə tələbənin içində o münasibətimiz axıracan davam eləyən Rəhman oldu. Bu Rəhmanın burada durmağına bax, görürsünüz, nə gözəl, cavan oğlan, bığlı oğlan, o fransız artisti var, Alain Delon'a. Ay, bizi dinləyən ekran qarşısında onu deyim ki, bax, mən bayaqdan dostluqdan, yoldaşlıqdan, nə cür o formalaşır, nə cür gəlir, başa çatır, həyat boyu davam eləyir. Bu, gördüyünüz kimi burada bir belə adam. İndi bəlkə də kim kimlərsə genə dost, amma bir belə adamın içində ancaq dediyim kimi mənim öz yerlərim çoxu indi dünyasını dəyişib. Allah'a şükür ki, Rəhmanla mən qalmışam, dostluğumuzu da o. Amma burada gördüyünüz kimi da o Rəhman geridə qaldı, axar suya girmək olmur. Ne neysən elə onu qaytarmaq olmaz da. Sadəcə bizə nə qalır? Xatırlamaq. Baxırıq, nə göyçək oğlanıdır. Bu Hidayətə elçi düşmüşdü. Bu Hidayət qayıtdı ki, mən bir yönlü sifətim yox, boyum yox. Bu da o vaxtda Mendel Morgan'ın qarnı vardı, noxudlar. Sarı qırışı, qara qırışı, yumru, üçün bir ənə. Deyir, vallah deyir, mən bununla evlənsəm, bizə deyirdi zaten bu. Uşaqlar hamısı deyir, sarı qırışı, qara qırışı. Belə, bu əhbər, mən bilirəm. Bu Nasuvarlıydı. Kursda qaldı. Sonra bir neçə, 3 nəfəri bu Qədirov kursda saxladı. Nəyə görə? Bir şey deyim. Bu Aydın Zahid Əsgərov ən yaxşı oxuyanlarımızdandır. Deməli, bu oxumayanlar buna təlif elədi ki, bəs bizim paltarımızı giy, gir
bizim əvəzimizə imtahan verdi. Hazırlaşmamışıq, Qədirovdur. Sən demə, bu Qədirovda işin bilirmiş. Gözü yaxşı görmürdü, işin bilirmiş. Bu Qulamın qardaşı Qəşəmi oturdurub yanında, o da elmlər namizədi. Qədirov professorudur, botanikudur. Buna şey eləyib ki, gör birdən bir-birinin əvəzinə də şey gəlir, imtihan. Bunun başına gəlib. Bu da Qəşəm nə eləyib? Görüb ki, bu Zahid bunların paltarını geyir, 3 nəfərin. Girib, belə qəşəng tutuquşu kimi cavab verib. İndi bu da yadında nədən saxlayıb? Bu Zahid də bunların papağını qoyulmuş. O vaxtda şey yoxudur, qışıdır. Da aparıb paltarını asmağa da yer yox. Yəni geyir bunların paltarı. Bir ayaqqabısına fikir verib ki, ayaqqabılar elə həmin ayaqqabı. Qədirov bilir ki, ayaqqabıdan bilir ki, bu bir adam Zahid gəlib bu 3 nəfərin əvəzini imtihan verir. Boyun olublar ki, qonaqlığını verərik. Bu üçün də kursda saxlamışdır. Da sonra bilmədik hansı yolla. Bu Əkbər Zeynalov Naxçıvandan sonra bu Zeynalovlar vəzifədə oldu. İndi bilmirəm. Naxçıvanda mən Naxçıvana çox keyif gəlmişəm. Tanıyan olmadı. Soruşdum. Telman Ağdamski yoxdur burada. Oktay Rızayev yoxdur. Bizə dərs deyənlərdən. Oktay bizə coğrafya dedi. Nəysə. Yəni xatırlayanda Bunları da xatırlayırıq. Allah ölənlərə rəhmət eləsin. Sağ qalanlara da can sağlığı bu yaşlı vaxtlarında neyniyim nəqarım, həkim işləri düşməsin. Sızlar yana düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəli illəri. Sızlar yana